İsim əşyanın adını bildirən əsas nitq hissəsidir və quruluşuna görə üç yerə bölünür: sadə, düzəltmə və mürəkkəb isimlər. Sadə isimlər yalnız bir kökdən ibarət olur. Bu o deməkdir ki, burada heç bir söz düzəldici şəkilçidən istifadə olunmayıb, yəni sufiksdən və yaxud da ki, prefiksdən. Məsələn, a book, a pen, a bag və s. Daha sonra isə düzəltmə isimlər adından da göründüyü kimi söz düzəldici şəkilçilərin köməyi ilə düzəlir və burada kök və söz düzəldici şəkilçidən ibarət olur. Burada söz düzəldici şəkilçilərimiz sufiks və prefikslərdir. Sufikslər sözün sonuna artırılır, prefikslər isə sözün əvvəlinə artırılır. Və burada bir neçə sufiksdən tanış ola bilərik. Məsələn, nes şəkilçisi. Burada il xəstə sözüdür və ona nes şəkilçisini artırdıqda burada xəstəlik söz yaranır. Daha sonra ship şəkilçisi. Burada leader sözünə ship artırdıqda leadership, yəni liderlik söz yaranır və s. bu qayda ilə bu şəkilçilər davam edir. Daha sonra isə bizim bunlarla yanaşı həmçinin prefikslərimiz də var. Prefikslər isə sufiksdən fərqli olaraq sözün önünə artırılır. Yəni burada this, miss, an, in şəkilçilərini görə bilərik. Məsələn, disagreement, narazılıq, misfortune, uğursuzluq və s. Daha sonra isə bizim isimlə bağlı, bu şəkilçilərlə bağlı bir neçə qeydlərimiz var. Məsələn, ship şəkilçisi həm şəkilçi olaraq istifadə olunur, həmçinin gəmi mənasını bildirir və gəmi mənasında istifadə olunduqda isə mürəkkəb söz yarada bilir. Məsələn, friendship, leadership bu tipli sözlər bizdə düzəltmə sözlərdir. Lakin bir sıra istisnalar vardır ki, spaceship, warship, steamship, battleship bu kimi sözlər mürəkkəb sözlərdir. Çünki hər birinin ayrı-ayrılıqda mənası var. Daha sonra isə ikinci qeydimiz er şəkilçisindən bağlıdır ki, bu şəkilçi birincisi isim düzəldə bilir. Məsələn, teach sözü öyrətmək, keçmək deməkdir və buna er şəkilçisi artırdıqda teacher müəllim sözü yaranır, yəni bu isim olur. İkinci isə er sifətin müqayisə dərəcəsini yarada bilir. Məsələn, small balacadır, onu er şəkilçisi artırdıqda daha balaca mənasını verir. Həmçinin isə er sözün tərkib hissəsi ola bilər. Yəni bu heç bir şəkilçi deyil, yalnız tərkibindədir. Və bunun şəkilçi və yaxud da ki, sözün tərkib hissəsi olduğunu anlamağımız üçün biz er şəkilçisini, er hissəciyini oradan atmalıyıq. Yəni teacher sözünü gördüyümüz kimi er hissəsini atsaq, yenə orada məna bildirən bir hissə qalır. Bu o deməkdir ki, bu nədir? Düzəltmə sözdür və burada şəkilçilər nəyə artırır? Müstəqil bir məna bildirən sözlərə. Amma father sözündə er hissəciyini atsaq, o yerdə heç bir məna qalmır. Bu o deməkdir ki, bu şəkilçi deyilmiş, sözün öz tərkib hissəsiymiş və bu digər şəkilçilərə də həmçinin aiddir. Daha sonra isə bizim üçüncü qeydimiz ing ilə bağlıdır və ing bizdə isim düzəldə bilir, sifət, feilin davam edici zamanını və sözün tərkib hissəsi ola bilir. Məsələn, build tikmək deməkdir və bunu ing artırdıqda bina mənasını verir. ing-ni daha sonra sifətə əlavə etdikdə isə interesting, maraqlı deməkdir. Daha sonra feilin davam edici zamanını düzəldə bilər. Məsələn, she is reading now, o hal-hazırda oxuyur. Və yaxud da ki, sözün tərkib hissəsi ola bilər. Məsələn, stealing sözündə yenə ing-ni atsaq, yerdə heç bir məna qalmayacaq və bu o deməkdir ki, bu söz sadə sözdür, yəni şəkilçi deyilmiş. Daha sonra isə bizdə why şəkilçisi var və bu həm sifət, həmçinin isim düzəldir. Məsələn, sun günəş sözünə why şəkilçisi artırdıqda bu sunny günəşli deməkdir. Yəni necə günəşli? Bu olur sifət. Daha sonra isə discover sözündə isə burada why isim düzəldir. Yəni discover kəşf etməkdir və why artırdıqda isə kəşf, yəni isim yaranır. Daha sonra isə bizdə men şəkilçisi var və men şəkilçisi isə həm isim düzəldir, həmçinin sözün tərkib hissəsi olur. Məsələn, develop inkişaf etmək deməkdir və buna men şəkilçisi artırdıqda inkişaf söz yaranır. Nə? İnkişaf, isim. Və bununla yanaşı həmçinin sözün tərkib hissəsi də ola bilər. Məsələn, momentdir, monumentdir, documentdir və s. bu tipli sözlərdə ment hissəciyi sözün tərkib hissəsidir. Yəni biz burada ment hissəciyini atsaq, yerdə qalan hissə heç bir məna vermir və bu o deməkdir ki, bu sözün tərkib hissəsidir, yəni şəkilçi deyil.
Daha sonra isə bizdə mürəkkəb isimlər var və mürəkkəb isimlər ingilis dilində compound nouns adlanır. Və burada Azərbaycan dilindən fərqli olaraq nisbətən deyə bilərik ki, iki sözün birləşməsindən yaranır və burada yazış olaraq bitişik, ayrı və defisdə yazıla bilər. Bitişik olduqda məsələn classroom, ayrı yazıldıqda living room deyə bilərik. Defisdə isə məsələn mother-in-law, father-in-law və s. bunları misal gətirə bilərik. Daha sonra isə bizdə həmçinin belə deyim ki, mən və woman sözləri əsasən mürəkkəb sözlər yaradır. Məsələn, postman və yaxud da ki, policeman və s. Amma bəzi sözlər vardır ki, yəni onlar sözün tərkib hissəsində olur. Məsələn, Norman, Roman, German, human və həmçinin bu digərlər kimi keçərlidir ki, mən hissəciyini atdıqda yerdə heç bir məna bildirməyən hissə qaldığına görə, deməli bu nə imiş? Sözün tərkib hissəsi imiş. Yəni bu ayrılıqda bir məna vermir. Daha sonra isə bizdə xüsusi və ümumi isimlər var. Xüsusi isimlər proper nounsdur. Ümumi isimlər isə common nounsdur. Bunların əsas bir-birinə fərqləndirən cəhəti odur ki, xüsusi isimlər hər zaman cümlədə harda gəlməsindən asılı olmayaraq böyük hərflə yazılır. Ümumi isimlər isə deməli yalnız cümlənin əvvəlində gəldikdə böyük hərflə yazılır və xüsusi isimlərlə ümumi isimlər arasındakı fərq nədir? Ümumi isimlər, yəni bir qrup ortaq xüsusiyyətə malik olan isimlərə verilən bir addır. Amma xüsusi isimlər isə yəni biz həmin o qrupun, həmin o oxşar olan əşyaların və yaxud da ki, şəxsləri fərqləndirmək üçün onlara verdiyimiz adlara biz xüsusi isimlər deyirik. Yəni bu insan adları, şəhər adları və s. bu tipli sözlər ola bilər. Məsələn, Baku, Azərbaycan. Yəni burada onların xüsusi bir adı var. Amma teacher, student, country və s. bu tipli sözlər dedikdə isə bunlar artıq bizim ümumi isimimiz olur.